Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Mühkem durdular. Budur Azərbaycan. Budur Azərbaycan. Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Salam İlişki Xəbəri Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Hal-hazırda çəkiliş qrupumuz Neftçala rayonundadır. İlişki Xəbəri Info və Inform Xəbər TV öz ənənəsinə sadiq qalaraq hər zaman olduğu kimi şəhidlər xiyabanını ziyarət edir, onların ruhlarını yad edir və şəhid ailələri ilə, qazilərlə görüşlər keçirir. Şəhidlər vətənin zəfər rəmzidir. Vətənə olan sevgi, anaya olan sevgi ilə bir tutulur. Ana vətən anlayışı da bu sevgidən irəli gəlir. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək qanları bahasına tarix yazdılar. Torpaqlarımızı işğaldan azad etdilər. Qeyd edək ki, tarixini bilməyən şəxs heç zaman yaxşı vətəndaş ola bilməz. Biz jurnalistlərin borcudur ki, gəncləri maarifləndirməli, tarixi həqiqətləri onlara çatdırmalıyıq. İgid oğullarımızı onlara tanıtmalıyıq. Azərbaycan gənci bilməlidir ki, onu xalqımın tarixini qorxmaz, cəsur oğullar canı bahasına yazdılar. Şəhidlərimizin məzarı hər birimiz üçün müqəddəs bir ziyarətgahdır. Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Namusun gayretin başı şehitler. Dünyanı heyrete salan oldu. Bəli, sonda onu da qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mir Həsən Seyidov cənabları da hər zaman şəhid ailələrinə diqqət və qayğısı danılmazdır. İlişki Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informator Adil Həbiboğlu, informator Nərgiz Səyyad qızı. Neftçala. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.